Salam, hörmətli müəllimlər. Xoş gördük sizləri. Bugün yeni bir mövzu ilə qarşınızdayım. Bugünkü mövzumuz təlimdə rəqəmsal vasitələr və süni intellekt mövzusudur. Bildiyimiz kimi qiymətləndirmə çərçivəmizə yeni mövzular daxil olmuşdur və bu mövzulardan biri də məhz bu gün mənim sizə izah edəcəyim rəqəmsal vasitələr və süni intellekt mövzusudur. Əslində bu mövzu gözlənilən idi. Gəlin etiraf eləyək ki, internetin geniş sahədə yayılması nəinki şagirdlərin, hətta normal gündəlik həyatımızda da hər birimizin istifadə etdiyi platformalar var. Hər birimiz sosial şəbəkələrdə oluruq, internetdən istifadə edirik. Amma burada bir sistemlilik olmalıdır, burada bir nəzarət olmalıdır, burada bir nizamlılıq olmalıdır. Çünki biz bu günləri şəxsiyyət yetişdirmək istəyiriksə, şagirdin tənqidi yaradıcı təfəkkürü formalaşsın istəyiriksə, şagirdlərdə müəyyən 21-ci əsr bacarıqları formalaşsın istəyiriksə, biz şagirdləri öz başına buraxsaq, bir nizamsızlıq yaransa, nəzarətsizlik yaransa, uşaqlar birbaşa platformalara müraciət eləyib, xüsusilə süni intellektə müraciət eləyib, plagiatlıqdan istifadə edəcəklər, kopyalama istifadə edəcəklər. Bununla da şagirdlərin, çox üzr istəyirəm, amma həqiqətən beyinlərində bir eee, dayanma yaranacaq. Yəni bu onların inkişafına maneə törədəcək və bu baxımdan da mütləq şəkildə, hər bir, bu gün günümüzdə istifadə olunan rəqəmsal vasitələr və süni intellekt həm müəllimlərə, həm şagirdlərə izah edilməli. Təbii ki, bu bizim təlim mühitimizin səmərəliliyinin artırılması, vaxt cəhətdən optimallaşdırılmanın təmin edilməsinə xidmət etməlidir. Gəlin dərsimizlə tanış olaq. Deməli, dərsimiz təlimdə rəqəmsal vasitələr və süni intellektdir. Bu, ən çox müəllimlərin işinin planlaşdırılmasında, qiymətləndirmə, xüsusilə formativ qiymətləndirmənin daha səmərəli şəkildə həyata keçirilməsi, vaxta qənaət edilməsi, şagird motivasiyasının artırılması, differensiallığın tam şəkildə təmin edilməsi, inklüzivliyə şərait yaradılması baxımından xüsusilə əlverişlidir. Təbii ki, hər bir şey düzgün şəkildə istifadə edildikdə bizim üçün keyfiyyətin daha da artırılmasına xidmət edəcəkdir. Gəlin bir-bir istifadə etdiyimiz rəqəmsal vasitələrə, platformalara müraciət edək. Birinci götürək Google Classroom. Google Classroom dərsin idarə olunması, tapşırıqların verilməsi və qiymətləndirmə üçün ən ideal rəqəmsal platformalardan biridir. Əsas xüsusiyyətləri nədir? Tapşırıq və resursların yüklənməsi, yəni biz bura PDF-ləri, linkləri, şəkilləri, videoları rahatlıqla yükləyə bilirik. Şagirdlərin işlərinin vaxtında izlənilməsi, plus avtomatik qiymətləndirmə imkanı müəllimlərin daha çox vaxtdan qənaət etməsinə xidmət göstərir. Şagird-müəllim kommunikasiyası üçün diskussiya bölməsinin olması, burada xüsusi müzakirələrimizi təşkil edə bilirik. Bundan əlavə differensial təlim üçün tapşırıq qruplarının yaradılmasıdır. Bu da heterogen və ya homogen qrupların daha əlverişli şəkildə işləməsinə şərait yaradacaqdır. Bəs yaxşı, Google Classroom-un faydaları nələrdir? Dərs materiallarının sistemləşdirilməsinə xidmət eləyir. Valideyn nəzarətinin təşviqi burada mümkündür. Təlim nəticələrinin izlənməsinin asanlaşması. Gördüyünüz kimi Google Classroom haqqında bu qədər bilmək bizə kifayətdir. Gələk Kahoot. Kahoot oyun əsaslı öyrənmədir. Bilirsiniz ki, oyunlaşdırmada istifadə olunan ən əsas platformalardan biridir. Qeyd eləyək ki, Kahootdan hal-hazırda bir çox yerlərdə istifadə edilir. Yəni quizdir, Kahootdur, yəni bunlar həqiqətən də çox istifadə edilir. Düzdür, bəzi bölgələrimizdə hələ istifadə olunmur. Xüsusilə də internet yüksək olmalıdır ki, yüksək səviyyədə olmalıdır ki, belə deyək də, eyni anda şagirdlər girib işləyə bilsinlər. Amma yəni mümkündür, hal-hazırda aktiv istifadə olunan üsullardandır. Demək olar ki, bu oyunlaşdırma olduğuna görə əyləncəli olur, uşaqlar üçün xüsusi motivasiya yaradır, maraqlı olur, dərslər daha çox interaktiv keçir, qiymətləndirmə üçün xüsusilə çox gözəldir. Əsas funksiyaları real vaxtda viktorinaları keçirə bilər, fərdi və qrup oyun rejimi yarada bilər, həftəlik ev tapşırığı kimi istifadə oluna bilir və avtomatik nəticə hesabatlarının olması yenə də vaxtın keyfiyyətli şəkildə keçirilməsinə xidmət göstərir. Ən çox harda tətbiq edirik, nə vaxt tətbiq edirik? Yeni mövzunun giriş hissəsində,
mövzunun möhkəmləndirilməsində, formativ qiymətləndirmədə, komanda işi və motivasiyanın artırılmasında daha çox istifadə olunur. Düzdür, bizdə daha çox indi deyəcəksiniz ki, bir mövzunun möhkəmləndirilməsi və formativ qiymətləndirmədə istifadə olunur, amma yenə də bu bizim necə istifadə eləməyimizdən çox asılıdır. 4 sahə üzrə də rahatlıqla istifadə edə bilərik. Quizzes həm dərsdə, həm də evdə formativ və summativ qiymətləndirmələrin keçirilməsi üçün aktiv platformalardan biridir. Üstünlüyü nədir? Üstünlüyü şagirdlərin individual sürəti ilə işləməsi, avtomatik hesabatlar və analizlər, açıq sual, çoxseçimli sual, boşluğun doldurulması kimi müxtəlif formatlarda sualların hazırlanmasını asanlaşdırır. Teleport funksiyası ilə minlərlə hazır testdən istifadə etmək mümkündür. Əhəmiyyəti nədir? Fərdi öyrənmə yolları yaradır. Müəllimin sinifin real statistikasını təqdim edir, vəziyyətin necə olduğunu rahatlıqla analiz etmə imkanı qazanır. Şagirdlər üçün rəqabət və oyun mexanikasından istifadə edilir. ChatGPT ən çox istifadə olunanıdır. Demək olar ki, hər bir kəs, hətta xanımlar belə yemək nə bişirim, nə bilim kişilər hansı yola çıxdı, nədir, hər cür istifadə eləyirlər. Təbii ki, şagirdlər də bundan istifadə eləyirlər. Bəlkə də ən çox müəllimlərin bu gün əziyyət çəkdiyi uşaqların ev tapşırıqlarını ChatGPT ilə həyata keçirtməsidir. Amma təkrar deyirik, düzgün şəkildə istifadə etdikdə hər bir şey əslində işin keyfiyyətinin artırılmasına xidmət göstərir. Müəllimlər ən çox necə istifadə edə bilərlər? Dərs planı, illik və ya gündəlik planların hazırlanmasında, test suallarının hazırlanmasında, rubrik və meyarların yazılmasında, mətni sadələşdirmək, izahlar, nümunələr yaratmaq, fərdləşdirilmiş təlim tapşırıqları hazırlamaq, şagirdlərə esse, təqdimat strukturu nümunələri hazırlamağa və sair xidmət edir. Şagirdlər üçün faydaları nələrdir? Hər hansı məlumatı araşdırmaq, öyrənmək, kod yazmaq, esse planlamaq, öyrənmə dəstəyindən istifadə etmək kimi belə deyək, faydaları vardır. Amma ən əsası diqqət etmək lazımdır ki, İnternetdən istifadənin də bir etikası var. Əgər kompetensiyalar dərsini keçəndə də biz orada vurğulayırıq ki, yəni burada etik qaydalara riayət etmək lazımdır. Məqsəd də burada nədir? Plagiatlığın olub-olmaması. Yəni uşaqları kopyalayıb bizim üzərimizə gəlməyi düzgün deyil. Canva for Education məktəblər üçün ödənişsiz təhsil versiyasıdır. Vizual tədris üçün ən gözlü alətlərdən biridir. İmkanları, dərslik səhifələri, posterlər, infoqrafiklər, təqdimatlar, zəng cədvəlləri, rubrik formaları, sertifikatlar, videoderlər, animasiyalar, bunların hər birini rahatlıqla istifadə edə bilərsiniz ki, zaten ən çox belə elanlar falan hazırlayanda görürsünüz də hamı müraciət elədiyi bir səhifədir, platformadır. Amma təhsil üçün də çox aktiv şəkildə istifadə edilə bilir. Niyə vacibdir? Kreativ işlərin hazırlanmasında, məsələn, posterlər hazırlanmaq üçün çox effektivdir. Müəllim vizual dəstəklə dərsi daha anlaşılır edə bilər, qrup layihələri üçün ideal alətdir. Və nəhayət, bunları ümumi şəkildə qeyd etmişəm. Yəni Google Classroom şagird-müəllim kommunikasiya mədəniyyətini formalaşdırır, məsuliyyət və özünə nəzarəti inkişaf elətdirir. Kahoot şagirdlərdə maraq və emosional müsbət öyrənmə mühiti formalaşdırır. Quizzes şagirdlərin zəif və güclü tərəflərini müəyyən etməyə və fərdi dəstək planları hazırlamağa imkan yaradır. ChatGPT müəllimin vaxtının optimallaşdırılmasını təmin edir. Canva for Education şagirdlərin yaradıcı bacarıqlarını və dərsə emosional bağlılığını artırır. Və nəhayət ümumilikdə rəqəmsal vasitələr və süni intellekt dərsin keyfiyyətini artırır, müəllim fəaliyyətini səmərləşdirir, qiymətləndirməni şəffaflaşdırır, şagirdlərin motivasiyasını gücləndirir, fərdi öyrənməni təmin edir. Əslində biz bunu daha da artıra bilərik. Vaxt itkisinin qarşısını alır, şagirdlərdə araşdırma keyfiyyəti formalaşdırır və s. Və bu vasitələrdən istifadə etdikdə dərsin məqsədi və mərhələləri ilə uyğunlaşdırılmalıdır. Alətin funksiyası təlim nəticəsinə xidmət etməlidir. Müəllim rəqəmsal aləti məqsədə uyğun, metodik əsaslı, didaktik dəyər daşıyan formada seçməlidir. Dərsimiz bu qədərdir. Elə də çətin bir mövzu deyil. İstəsəniz təkrar vurğulayıram, testlər sizə yönləndirə bilirəm. Bu xüsusilə yeni mövzulara aid müəllimlər test işləmək istəyirlər. Əgər istəsəniz ən azı
hər mövzuya aid bir 50 test. Mən elə bilirəm 50 test yaxşı olar. Yəni həm məsələn oxuyub tutalım ki, bu videonu izlədiniz, öyrəndiniz, oxuyursunuz, testi işləyirsiniz, özünüzü yoxlayırsınız. Çətinlik dərəcəsi müxtəlif olan testlər olur. Unutmayaq ki, testlər də öyrənmənin bir versiyasıdır. Yəni testlər vasitəsilə də öyrənməmizi bir xeyli asanlaşdırır. Əgər istəsəniz rahatlıqla testlərlə də sizi təmin edə bilərəm. Dinlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm sizlər üçün də faydalı olmuşdur.